Aikido və Jiu-Jitsu Döyüş Sənətləri Akademiyasının təşkilatçılığı ilə növbəti seminar keçirilib. Tədbirdə Dünya Real Aikido Federasiyasının prezidenti və federasiyanın baş məşqçisi, eyni zamanda akademiyanın prezidenti 5-ci Dan qara kəmər sahibi Ramin Eminli də iştirak ediblər. Seminarda Dünya Real Aikido Federasiyasının prezidenti, 7-ci Dan qara kəmər sahibi, milliyyətcə serb olan Sanya Vraçareviç iştirak edir və seminarı aparan Dünya Real Aikido Federasiyasının baş məşqçisi, koordinator Duşan Metroviçdir. Seminarda 150-yə yaxın idmançı iştirak edir. Bugünkü seminara iştirakçılar arasında regionlar və ölkənin müxtəlif klubları daxildir. Beynəlxalq Aikido seminarında iştirak etmək üçün Bakıdayıq. Seminarda bu qədər iştirakçının olduğunu görmək həqiqətən zövq verir. Federasiya rəsmisi olaraq qeyd etməliyəm ki, gözlədiyimizdən daha artığını gördük. Bir çox ölkələrdə xüsusi mühafizə orqanları məhz bizim seminarlarda iştirak edərək daha da güclənirlər. Yalnız Azərbaycan deyil, dünyanın bir çox ölkələrində bu idman növünü inkişaf etdiririk. Bu artıq bizim Azərbaycana 10-cu səfərimizdir. Biz hər il 10-a yaxın ölkədə oluruq. Bu il də yenidən Azərbaycana gəldik. Tələbələrin çalışqanlığını görəndə əmin olursan ki, bu idman növündə uşaqların kifayət qədər yaxşı gələcəyi var. Bizim seminarlar bundan əlavə Rusiyanın da müxtəlif şəhərlərində olur. MDB məkanında bu idman növünə xüsusi diqqət var.